Herkese yeni videomuza xoş gəlmisiniz. Sizinlə mən Kənan, siz Cars by Kera kanalındasınız. Və bu günlərin maraqlı bir dənə event var. Burnout adlı event. 164 Bakunun təşkil elədiyi eventə gəlmişik. Nizami Kino Mərkəzinin 5-ci mərtəbəsində. İnşallah görək başımıza nə gəlir. İrəliyən dəqiqələrdə bacardığımız qədər stendi sizə də göstərəcəm. İlk yaxınlaşdığım stend elə cavan qaqaşların bir dənə stendidir. İndi sizə elə promo stendlərini göstərdim. Stendləri adı da ki burada. Stenddə ən maraqlı sənin fikrincə hansıdır? Hansı maşındır? Hansı ki belə specialdır sənin üçün? Sağ ol, elə ki, hər vaxt dost verdiniz. Bura kim girdi? Bura neçə nəfər girdi? 2 nəfər. Sənsən, bir də sənsən. Modelimiz olan budur. Bəli, bəli. Ümumi budur. Buradakılar mənimdir, buradakılar qardaşım. Şöbəxtə modelimiz. Qaqaşın elə ən sevdiyi maşın da dedi odur. İndi davamını görüm, çalışdığım qədər göstərə biləcəm. İsə daha maraqlı bir stendə yaxınlaşmışdıq. Qaqa kollektor, buyurun elə stendimiz haqqında özünüz məlumat verin. Azərbaycan səfərlərində ən böyük stendlərindən biridir bu dəqiqə. Hal-hazırda bəli, kolleksiyanın 20%-dir bu. Tam şəkilli. Bəli, buradan bura kimidir, sayılır. Hamısı nadir modellərdir. Həm də communitydə də, real həyatda da bilinir ki, mən bütün kolleksionerlərə cavan olsun, məndən yaşca böyük olsun, mən hamıya dəstəyəm, respektdir. Bir dənə arzum var ki, Allah Taala hər bir insanın arzusuna çatdırsın, istədiyi modeli ala bilsin. Bu çətin də olsa amma arzu eləyirəm hamıya. 2010-2011-ci ildəndir kolleksiya, amma uşaqlıqdan 89-cu ildən də modelləri var. Sadəcə olaraq çox olduğu üçün Ən belə özünüzün sevdiyi model hansıdır göstərə bilərsiniz? məsələn ki, 9 aya tapdığım modeldir. 9 aya? 9 aya tapılır. Səbəb sevilməsinin səbəbi Motul firmasını, yağ istehlakçı firmasını sevdiyim üçündür. Yəni burada nə ki görsə hər şeyin mənası var. Mənasız yəni heç bir model almayıb. Bəli, özünün bir anısı var. Məsəl üçün ki, tupaqdır. Onu biraz daha yaxın göstərdim. Ölkəmizdə təkdir, dünyada 3 ədəddir, custom olub. Disklər özəl sifarişdir. Real həyatda necədirsə, o fiqurda bizim dostumuz, qardaşımız öz düzəldib. Təklik halda olan bir şey. Amma Allah hamıya nəsib eləsin. İnşallah. Bir də dünyanın ən bahalı çeyisidir. Qiymətini bilənlər bilir, ölkədə bir ədəddir. Yəni çox şey bir ədəd. Yəni o sözü demirəm də, deyəndə hamı incirdə, iki qaqanızda deyəndə incir. O biraz cırnaşma düşür ona görə. Çox sağ olun. Mən təşəkkür edirəm. Mən də sizə uğurlar arzu edirəm. Çox sağ olun. Allah sizi ucalarda eləsin inşallah. Ayaqlarım Vüsal bəyin dediyi, baxın, bu da stendin davamıdır, özəl seriyaları. Neçə ədəd burada kolleksiya, bu dəqiqə sərgidən maşın var? Sizdə, öz stendinizdə. 200 plus var. Rahat, bəlkə də çox. Yəni kolleksiyada nadir maşınlardır bunlar hamısı. Hansı ki Vüsal bəyin bu dəqiqə kolleksiyasında durur. Belə də sizə göstərdim tam ətrafı. Stendinizin adı, Tinikar. neçə ədəd maşın var? Stentimizdə 60 ədəd 1.18, 60 ədəd 1.24, 60 ədəddə 1.64 modellərimiz var. 1.18'lərimiz Mercedeslər, BMW-lər. Onları daha yaxından birazdan göstərmək olar. Bəli. Bu stent qardaşınkidir. Orada göstərirəm. Əksəriyyəti əl işləridir burada, custom modellərdə. Sizin özünüz üçün, mən bayaqdan hamıdan soruşuram, sizin özünüzün ən sevdiyi model burada hansıdır? Heç özüm fikirləşməmişəm ona, amma bu hal-hazırda Qaz 24-də səhnə var, əllə olur. Detallar göstərir. Nələri? Detallar çəksin. Orada Astanovkanın içində yazılar da var. Vəhşi
Çalışmışıq o maksimal detallı olsun o səhnələr. Mən ən maraqlı olan bu şeyləri var deyildi. Xoşuma gəldi. Bir də keset 90. Prago buraxılışdı. Bu da Kaka Scale-dır. 1.18, 1.32 ölçüdə. Yəni, bəs sizin ən sevdiyiniz model hansıdır? Mənimki 39-15. Otto istehsalı. Limit edişində 2000 ədəd var. Başqa nə deyə Başqa maraqlı səhnələrimiz var işıqla, işıqlandırma ilə. Bir dənə tur. Adət musiqidir. Bu Hot Wheels modelidir. Rəngini dəyişmişik, full dəyişilib. LED-lər hamısı hazırlanıb edib sıfırdan. Çox möhtəşəmdir. Yəni bu sadə regular Hot Wheels idi. Belə bir səhnə olub. Əl işi Ha, sonradan sıfırdan hamısı yığılıb. Orada bütün əl işləri hamısı işıqlandı. ən qəşəng Nitral olsun, Ferrari LM, Gaz 24 hamısı. ayrı bir söhbət oldu. Belə. Çox sağ olun. Siz sağ olun. İnşallah növbəti eventlərdə görüşmək ümidi ilə. Və mən səhnəyə sizin 164 bakımın təsisçisi Abbası çağırmaq istəyirəm. O, bu fəaliyyətin necə buralara gəldiyini, 164 bakımın necə qurulduğunu, bizim məqsədimizin nə olduğunu və Abbas, gələcəkdə nələr bunda addım atacaq, o barədə danışacaq. Və mən Abbas üçün səhnəyə Qoş, sən. Əvvəla hər birinizi salamlayıram. Bugün bizim burada bir yerdə olmağımızın çox böyük bir keçmişi var əslində. Biz keçən il 164 bakını qurduğumuz zaman mən tək başıma ilk olaraq başlamışdım, amma zamanla bizə burada dəstək olan 10 nəfər var. Bu 10 nəfər bizim üçün hal-hazırda keçirdiyiniz vaxtı, hal-hazırda keçirdiyiniz sərginin bu səviyyədə təşkil olunması üçün çox vacib bir 10 insanla səhnəyə dəvət eləmək istəyirəm. Sırayla Əli Abbasov, Fərhad Qasımov, Fuad Ələkbərov, Əli Şükürlü, Vüqar Babazadə, Nikbin Abbasını səhnəyə dəvət eləmək istəyirəm. Elvin Ağayev, onu da səhnəyə dəvət eləmək istəyirəm, təbii ki. Və qarşınızda 164 Bakı komandası. Biz bu yola 10 nəfər başlamışıq. Həmişə də belə davam eləyəcəyik. Biz heç bir zaman kəmiyyətə yox, həmişə keyfiyyətə dəyər vermişik. Hal-hazırda sizlərin də içində olduğu bizim communitimizin günü bugünə 250-dən çox üzvü var və hal-hazırda keçirdiyimiz sərgi bizim 3-cü sərgimizdir. Hər birinizi burada gördüyümüz üçün çox böyük təşəkkürlərimizi bildiririk, çox minnətdar olduğumuzu bildiririk. Bir daha iştirakınız üçün təşəkkür edirəm. Sözü Fərhada verirəm. Təbii ki, bu boyda heyət, əgər hərəsini bir danışsaq, vaxtı çatmayacaq. Buna görə mən hamının adından hər birinizi salamlayıram. Gələn ayaqlarınız var olsun. Təşəkkür edirik ki, öz dəyərli vaxtınızı və gününüzü ayırıb bizim gözəl şərgidə iştirak eləmişsiniz. Biz həmişə demişik ki, 164 Bakı daxilində görülən işlərdə hər nə qədər bizim əməyimiz olsa da, bu qrupu və bu communitini bugünkü vəziyyətində gəlməkdə ən çox əməyə keçən bu 10 nəfər olsa belə qrupun, necə deyim, təməli, qrupun Bünövrəsi. özəyi və yəni sizlər olmasaydınız, bizlər də olmazdıq. Bu qədər dəyərli kolleksionerlər, təşəkkür edirəm həm qonaqlarımıza, həm sərgidə iştirak edən üzvlərin hər birinə ki, çox sağ olun ki, gəlib bizimlə birgə bu gözəl sərgidə iştirak eləmişsiniz. Mənə ver. İstəyirəm kimə? Mənə. Sənə? Bəlkə Rəşid. Rəşid devam edir. Məhsullarımızı bir dənə göstərin. Hal-hazırda hər birimiz sizlər kimi heyecanlıyıq və qarşınızda bu qədər böyük bir auditoriyada, bu qədər böyük bir zalda sizlərin qarşısına çıxmaq təbii ki, bizim üçün çox böyük bir fəxirdir.
Hər birinizə təkrardan Fərhadın dediyi kimi çox təşəkkür edirik ki, bugün bizə dəstək olub, burada iştirakınızı etmişsiniz. Bugün amma bir nüansımız var bizim. Bugün bizim dəyərli bir kolleksionerimizin bir xatirə modeli var. İstəyərdim ki, Rəşid onun haqqında bir balaca məlumat versin. Biz community olaraq bu kolleksiyada və bu kolleksiyaya töhfə verənləri hər daim çox önəmlə yad etmişik və bugünkü kolleksiyonerimiz Həşim müəllim Cəbrəlizadəyə məxsusdur. Hansı ki, özü dünyada olmasa belə, öz kolleksiyası, hətta onun ömrünün yarısından çoxu 40 ilə yaxını məhz kolleksiya ilə keçibdir və bu bizim kimi gənc kolleksiyonerlərə çox böyük bir töhfədir. Çünki bu hobi elə bir şeydir ki, sizin həyatda maraqlı iz qoymağınız və xoş xatırlanmağınız üçün ən əsas səbəblərdən biridir və biz də onu burada belə yad etmək istədik. Özü burada olmasa da kolleksiyasının ən dəyərli modeli buradadır və onun ruhunu rəhmətlə anırıq və mən bir dəqiqəlik sükut istəyəcəm onun üçün. Allah rəhmət eləsin deyirik və artıq sərgimizə, zövqlü əyləncənizə, rahatlıqla vaxt keçirməyinizə və ümid edirik ki, gəlməyinizə çox sevinəcəyinizə və gəlməyinizə dəyəcək bir iştirak olacaq. Hamınıza bir daha təşəkkürlərimi bildirirəm və sözü təqdim edirəm. Video alınmadı deyəsən. Video alınmadı. Bizim bu günləri çox maraqlı stendlərimiz var, çox maraqlı qonaqlarımız var. Mənim solumda, Laodayket sağında çoxlu stendlər mövcuddur. Hər birinizi onların modelləri ilə, stendləri ilə maraqlanmağa çağırırıq. Ən sağda isə 164 Bakunun komanda olaraq və məhsullar olaraq stendi mövcuddur. Bizim komandamızda maraqlı dioramalar, stendlər və bununla yanaşı yeni məhsullarımızı sizə təqdim edirik. Arkada gördüyünüz kimi bugün yeni bir yeniliyimiz var. 10 ədəd set olaraq qarşınıza çıxır. Daimi setimizi bizim stendimizə yaxınlaşaraq əldə edə bilərsiniz. Bununla yanaşı bugün hər bir kolleksiyoneri maraqlandıran bir nüansla sizi salamlayıram. Təqdim eləyərdiniz, zəhmət olmasa bir də ki, Salamlayıram hər birinizi, gözəl insanlar, əziz baxıcılar, seyr edənlər. Bizdə burada Fnaco qrupunun stendidir, belə deyək. Başlayır mənim Burago bir də Kingsmartda, əsasən Kingsmart modelləridir, gördüyünüz kimi. Sonra Orxan qardaşımızın, Fnaco qrupunun üzvü Orxan qardaşımızdır. Qara Mercedeslər də onda ancaq modellər. Kiyoshi da var, Burago da var, hər cüründə var. Orada da gördüyünüz, bu da Fnaco'nun dostudur, o da Orxan qardaşdır. 2 dənə Orxanımız var bizim. Kənan qardaşımızdır, əl işidir, diorama şəxsən özü işləyib. Kənan qardaşımız da, belə deyək də, əksəriyyət Amerika üsullu, Amerika istiqaməti, Amerika bazarının maşınlarıdırlar, belə deyək, retro maşınlara üstünlük daha çox verir. Orxan qardaşda da BMW-lərdir, Mercedeslər də var, yarış maşınları da gördüyünüz kimi, buyurun, keçin zəhmət olması, baxın. burada mənim fikrimi zərb eləyən CS var, M5. Buyurun, buyurun. GT90 da var. Biz Fnaco qrupuyuq, Orxan qardaşımızın da Cars Motors azdı qrupu, belə deyək. Demək istəyirdim ki, hər dəfə görüşlərdə dediyim sözü təkrar eləyəcəm. Bu oyuncaq deyil. Biz oynamırıq, biz həyat yaşayırıq. Bu həyat tərzidir. Balıqçılar, ovçular bizi başa düşər. Məsəl üçün, bu bir hobbidir. Bu bir də təkrar edirəm. Bəli, həyat tərzidir. Biz bununla zövq alırıq. Burada gördüyünüz kimi hər cürünə ölçüdə, hər şirkətə məxsus, hər yarışlara, filmlərdən də məsələn maşınlar var. Hər modelin burada öz tarixçəsi var. Çox adamlar çox sərgilərdə yaxınlaşır, neçəyə deyil. Əsl kolleksiya yığan adam üçün qiymətsizdir belə. Çünki hər bir modelin, bir də təkrar edirəm ki, öz tarixi var. Onu sifarişi yolda gözləyirsən, onu axtarırsan, nəhayət tapanda, əldə edəndə o duyğular adamı yaşadır, xoş duyğulardılar. Bəli. Bizi seyr edənlərə, kolleksionerlərə, onların kolleksiyası bol olsun arzulayıram. Yeni başlayanlara uğurlu olsun inşallah.
Qalan da kimsə həvəslə baxırsa bizə, kolleksiya yığırsınız? Mən mən hardasa 30-a yaxındır. 30 ildir. Bəli, Sovet modelləri olub, sonra dəyişmişəm, keçmişəm Kingsmarta və Kingsmartdan da gedirəm. Necə deyirlər, hərənin öz imkanına görə imkanım Kingsmarta çatır. Kimsə onu oyuncaq görür, İnşallah sağ daha olsun. yaxınlar. İnşallah, bəli, yəni ki, bir də bizi də elə belə seyr edənlərə bizi qınamayın. Bizi qınamayın, bu bir də deyirəm həyat tərzidir, gözəl bir həyat tərzidir. Hər birinizə uğurlar, gəlin görüşməyə kimi xoş oldu mənim üçün. Abbas bəyin yanına yaxınlaşmışıq. Sizin stend də burada var da. Bir ora. Bəyalam oranı çəkmişəm. 164 Baku haqqında istəyərdim məlumat verəsiniz. 164 Baku 2025-ci ilin iyul ayında mənim tərəfimdən yaradılmış bir brenddir deyək. Ancaq bu sadəcə brend yox, zaman keçdikcə gördüyünüz kimi hal-hazırda bizim qarşımızda olan community'dir. 164 bizim ürəyimizdə döyünən bir ritmdir və biz 164 ilə yatıb 164 ilə qalxırıq. 164-ün daxilində bizim WhatsApp community'miz var. 250-300 nəfər arası üzvlərimiz var. Tez-tez həraclarımız olur, hədiyyələrimiz olur, giveaway'lərimiz olur. Daimi söhbətlərimiz, yarışlarımız və hər bir günün özünə məxsus trendi olur. Buna yanaşı 164-ün məhsullarını sizə biraz istəyirsiniz göstərim. Bir dəqiqə Abbas bəy, mənə bir sizin nə maraqlı? Bəli, buyurun. Oy çəkdim. Bu yoy tutun. O deyirlər, nədir o iqruşka kimi baxırlar. Bax onlara nə deyə bilərsiniz? Yəni siz buna heç cür iqruşka deyə bilməzsiniz. Bir dəqiqə. Tam görsədək. Baxın, bu modellər Mercedes-lə rəsmi lisenziya ilə birlikdə çıxmış modelin 1.43 miqyasda kiçildilmiş versiyasıdır. Yəni bunu heç bir zaman siz iqruşka kimi əlinizdə oynada bilməzsiniz. Çünki bu modellər həssas detallara malikdir və bunların incəliyi bəlkə də sizə deyərdim ki, qədimi antikvar vazalarda belə yoxdur, o dərəcə. Yəni bunlar heç bir iqruşka deyil. Burada heç kim oyuncaqlarla oynamağa gəlməyib təbii ki. Burada hamı həvəskar kolleksionerlərdir. Hamımız yığışmışıq bir araya. Bəli, sözsüz ki. Gəlin sizə belə bir sənət əsəri də göstərim burada. Gördüyünüz kimi Nikbin Abbaslı'nın əl işidir. Bir çoxumuza Steel Dre klipindən yadımızda qalan səhnəni Nikbin canlandırıb. 164 məhsullarına gələcək olursaq, bu dəfə bu sərgimiz üçün, Burnout seriyası üçün bu tip dyno kitlərimiz var. Dyno kitimizin daxilində dyno'nun stendidir, monitorlarıdır, fanıdır, notebook stendidir. Yəni bir komplekt halda məhsulumuz var. Sırf 10 dənə hazırlanıb Burnout seriyası üçün. Limiteddir. Bəli, Burnout seriyası üçün limiteddir. Məsəl üçün BMW 666 Style'ın diskləri. Bu məsəl üçün 1.64 miqyasda çox xırdadır. Hətta istəyirsiniz əlimlə sizə göstərim bunun razmerini. Gördüyünüz kimi, yəni bir barmağın ucu qədər ola olmaya. Çox pis idi. Bu incəlikdə biz bunları Qətranda çap edirik, Qətran 3D printdə. Bizim məhsullarımız arasında bu sezon 4 dioramamız var, gördüyünüz kimi. Hər birinin içi mənim tərəfimdən dizayn olunub. İçindəki hər bir detalı mən əlavə eləmişəm. Hamısı xırda detallar və Bəli, miniatür işlərlə məşğuluq. Sözün açığı mənim sevdiyim fiqurlardan biridir bu. Washed out effektlə hazırlanıb bunlar. Sırf əsl qaraj ruhunu hiss etdirsin deyə. xırda detal olsa da, amma yəni vəziyyəti çox böyükdür. Təbii ki, 1.64 gedir. Yəni 1.64 dəfə kiçildilmiş versiyası, amma bizə görə bu həvəs hər bir şeydən 64 qat daha üstündür. Çox təşəkkür edirəm sizlərə sərgimizdə bugün gəlib iştirak etdiyinizə görə, bizlə bu qədər maraqlandığınız və göstərdiyiniz diqqətə görə sizlərə çox təşəkkür edirəm. Bu da Nikbin, az öncə sizə modellərini göstərdim. 164 Baku yaranandan bəri daimi dəstəkçimizdir. Mənim hətta öz doğma qardaşım yoxdur təəssüf ki, amma mən Nikbini öz doğma qardaşım kimi görürəm. Çünki onun mənə etdikləri, mənim ona etdiklərim, bizim aramızda olan qarşılıqlı dostluq mənim üçün hər şeyə dəyər. İnşallah daha çox eventlər. Çox təşəkkür edirik. İşlər görəsiniz. Hər bir sərgimizdə sizi də görmək istəyirik. Çox sağ olun. Öz stentin haqqında məlumat ver də bizə də. Öz stentin haqqında məlumat ver də bizə də. Gözlə. Bunlar təzə almışam. Bunlar da atamındır da.
atamın. Bu ikisini atamla bunlar neçə ildə mənə hədiyyə eləmişdi, neçənci ildə? Çoxdan 2020-də almışam. 2020-də. Sən də təzə başlamısan kolleksiya yığmağa. Yo, əvvəllər başlamışdım, prosta atam əlindən alacaq almışdım. Ki, qarışdırdım almışdım. Niyə qoymursunuz? Qarışdırdım Qoymurlar. da hamısını ləkəli maşınlarından qarışdırdım deyə Heç alacaq. olmaz da. Əsas odur kolleksiya. Hə, hamısını aldım. Bu ikisi mənə hədiyyə eləmişdi ata. Bizim izləyicilərə nə demək istəyirsən? Heç nə. Kolleksiya yığmağa davam edin. Yo, deyələm ki, onları hardasa görsəm onları, bunlardan birini verərəm. Ha. İzləyicilərə nə demək Yaxşı, sağ ol. Sağ ol. Mən Marad Namazov. Stenddə ancaq Sovet avtomobilləri var, yəni Sovet istehsalı avtomobillər var. 1.8 sərginin ən böyük miqyaslı modelidir, Pobeda'dır. Ekaroz məncə yoxdur tədbirimizdə. Bizim uşaqlığımızın avtobusları, Moskviç modelləri, belə və Qaz 24. Kolleksiya yığırsınız və neçə ildir bu sevgi sizdə yaranır? Həvəs uşaqlıqdan var, kolleksiya yaxşı maddiyyat istəyir. Ona görə də hardasa son 3-4 ildir başlamışam. Belə, amma başladığım anda da sürətlə başlamışam. Yəni bu hardasa 4də 1 hissəsidir, 3də 1 hissəsidir. İnşallah bundan yaxınlar. İnşallah, mütləq. Çox sağ olun. Siz sağ olun. İnşallah görüşlərdə. Sağ olun. Fəxri bəy, indi bu sizin stendimizə yaxınlaşmışıq. Öncədən sizi salamlayıram. Bütün izləyicilərə nə demək istərdiniz və öz stendimiz haqqında nə? Fəxri bəy, indi bu sizin stendimizə yaxınlaşmışıq. Öncədən sizi salamlayıram. Bütün izləyicilərə nə demək istərdiniz və öz stendimiz haqqında nə demək istərdiniz? Deməli, satdıq heç nə yoxdur qardaşım, bax ilk növbədə. Motosiklet yoxdur, məndən nə istər? Yavaş-yavaş da, yavaş. Deməli, buradan demək istəyirəm ki, çox maraqlı hobi növüdür. Mən əvvəl özüm yığırdım, uşaqları tanımırdım. Tanıdıqca daha da maraqlı olur. Çünki eyni fikirdə olan insanların bir yerə yığılmağı çox maraqlı hissdir və həm bilmədiklərimi də uşaqlardan öyrənirəm. Sizə də təklif edirəm ki, ziyanlı bir şey yoxdur, maraqlıdır və hər baxanda mənə ilk dəfə baxırmış kimi xoş gəlir bu gördüyünüz modellər. Bu hamısı deyil, əlimdən gəldiyi belə də ən yaxşı nə düşünürəmsə məndə var, onları gətirmişəm. Ən yaxşısı hansıdır sizin üçün? Biraz çətindir o suala cavab vermək. Bunu deyə bilərəm, bunu dostum gətirib, bilmirəm, çox çətinliklə də olsa tapıb, M4 CS olaraq istehsal olunub. Bir də bu xoşuma gəlir, elə bir Hot Wheels mənim üçün sifarişlə bunu düzəldib, RLC modelidir. Bir də 164 Bakunun hazırladığı Miata var, belə custom. Bu belə də favoritlərimin içindədir. Buna iqruşka kimi Yox, iqruşka kimi yanaşmaq olmaz, uşağın əlinə vermək olmaz. 14 yaşdan sonra oynayarlar. Və yaxud da ki, regular, yəni o ucuz Hot Wheels'larla başlaya bilərlər.